Salamlar olsun hamıya. Bugünkü videomuzda qorxu filmi olan Insidious, yəni Ruhların Bölgəsi film haqqında məlumat verəcəm. Videomuza keçməzdən öncə kanala abunə və like atmağı unutma. Bəli, isə keçək videomuza. Bugün Insidious'un The Red Door, yəni Qırmızı Qapı filmi barəsində danışacağım. Insidious'un bir çox filmi var. Bu filmin də adı Qırmızı Qapı olaraq gedir. Bu film ilk dəfə 2023-cü ildə yayımlanmışdı və Insidious filmlərinin rejissoru James Wan olmuşdur. Insidious filmləri bir çox yerə ayrılır. Insidious, Red Door, Qırmızı Qapı, Insidious, The Last Key, yəni sonuncu açar. Burada Insidious'un chapterlarını görürsünüz. Filmin əsas mövzusu budur. Filmin əsas aktyorlarından biri Patrick Wilson'un oğlu Dalton tez-tez paranormal hadisələr görməsi və onun qəribə varlıqlar narahat etməsidir. Dalton əslində rəssamdır. Onun hər çəkdiyi rəsmlər yuxusunda hər gün canlanır və onu narahat etməyə başlayır. Bu filmdə tez-tez astral səyahətdən daha çox danışılır. Astral səyahət barəsində də qısa məlumat verim. Astral səyahət qaranlıq və səssiz otaqda yatırsınız və ruhunuz bədəninizdən ayrılır, digər aləmə gedir. Və filmdə də bunu tez-tez görürsünüz. Daltonun çəkdiyi başqa əsərlərdən biri də Qırmızı Qapıdır. Qırmızı Qapını yuxusunda, qanlı formada görür və Patrick Wilson ailəsini və oğlunu paranormal hadisələrdən qurtarmaq üçün astral səyahətə yerdən geri qayıdır və orada bütün problemləri həll edərək oğlunu və ailəsini normal həyata döndürür və orada bir də paranormal və başqa varlıqlarla qarşılaşmalılar.